Salam cümlələrə, hər vaxtınız xeyir. Bəli, ABŞ və İsrailin İrana zərbələri ilə bağlı İrandan yerli və xarici vətəndaşların ölkəmizə təxliyəsi prosesi davam edir və biz hazırda Astara sərhəd gömrük keçid məntəqəsindəyik və 28 fevral saat 08:00-dan indiyənədək 101 Azərbaycan vətəndaşı ölkəmizə təxliyə olunub. Bundan əlavə İrandan Səudiyyə Ərəbistanı, Qətər, Yordaniya, Braziliya, Hindistan, Pakistan da daxil olmaqla 211 xarici vətəndaş ölkəmizə təxliyə olunub. Eyni zamanda diqqətə çatdırmaq istəyirəm ki, gecə saatlarından etibarən Rus vətəndaşlarının da ölkəmizə təxliyəsinə başlanılıb və artıq 39 nəfər Rus vətəndaşı İrandan təxliyə edilib və Rusiyanın media orqanları ümumilikdə 500-ə yaxın Rus vətəndaşının İrandan təxliyə olunacağı barədə məlumat verib, bildirilib ki, Azərbaycan aralarında biznes nümayəndələrinin də olduğu 500-ə yaxın Rus vətəndaşının İrandan təxliyə olunmasına icazə verib və Rusiyanın Tehrandakı səfirliyi öz vətəndaşlarına məlumat verib. Xəbərdarlıqda bildirilir ki, Rus vətəndaşları İranı tərk edərkən daha çox Azərbaycan və Ermənistan keçid məntəqələrindən istifadə etsinlər. Bundan əlavə diqqətinizə çatdırmaq istəyirəm ki, Serbiyalı diplomatların da İrandan Azərbaycan vasitəsilə təxliyə olunacağı bildirilir. Bu barədə Serbiya prezidenti Aleksandr Vučić məlumat yayıb. O qeyd edib ki, Serbiyalı diplomatlar müvəqqəti olaraq Azərbaycana təxliyə olunacaq, lakin sonradan yenidən Tehrana qaytarılması planlaşdırılır. Və bir xəbər də diqqətinizə çatdırmaq istəyirəm ki, hazırda Türkiyə və İran arasında sərhəd keçid məntəqəsində piyadaların keçidi məhdudlaşdırılıb. Bu barədə Türkiyə Ticarət Naziri Ömər Balat məlumat verib. Onun sözlərinə görə yük maşınlarının Türkiyə-İran sərhədindən keçidinə icazə verilsə də vətəndaşların keçidinə icazə verilmir. Bu da Azərbaycanın İrandan təxliyə olunan vətəndaşlar üçün əsas keçid məntəqəsi rolunu oynadığını bir daha göstərir və həmçinin Azərbaycanın humanist siyasətini də göstərir. Və bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, simləri biz hazırda Astara sərhəd gömrük keçid məntəqəsindəyik və indiyənə qədər 101 yerli, 211 isə xarici vətəndaş İrandan təxliyə edilib və diqqətinizə çatdırmaq istəyirəm ki, burada təxliyə olunan vətəndaşlar üçün hər bir şərait yaradılıb. Çöldə təcili tibbi yardım maşınları dayanıb, təxliyə olunan vətəndaşlar üçün isti çay süfrələri düzəldilib. Təxliyə olunan vətəndaşlar avtobuslarla öncə Bakıya, oradan da aidiyyəti üzrə ölkələrinə göndərilirlər. Bəli, simlərə mənim çatdıracaqlarım bu qədər. Söz yenidən sizdədir.